Ekspertlər isə düşünür ki, Ermənistanın baş naziri bu açıqlamalarıyla diqqəti yayındırmağa çalışır. Nikol Paşinyan Ermənistan ərazisində o adda kəndlərin olmadığını deməklə əslində həmin kəndlərin Azərbaycan ərazisi olduğunu dolayı yolla etiraf edir. Sovet dövründə belə kəndlərin olub-olmaması ilə bağlı Nikol Paşinyanın iddialarının da ümumiyyətlə heç bir əsası yoxdur. Çünki bütün beynəlxalq sənədlərdə, Sovet dövrünə aid xəritələrdə, həmçinin bütövlükdə regiondakı deməli münasibətləri əks etdirən, sərhədyanı münasibətləri əks etdirən bütün sənədlərdə Azərbaycanın kəndləri haqqında məqamları yer alır. Bu məsələlər dəfələrlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan danışıqlar prosesində də yer alır. Bu aspektdən də Paşinyanın söylədikləri faktiki olaraq heç bir əhəmiyyətə və heç bir reallığa söykənmir. Sadəcə olaraq növbəti dəfə sözlə manipulyasiya etməyə cəhd göstərib.